Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Adam necə zövq almasın. Bugün şənbə günüdür. Ən alternativ zal, ən alternativ yumor məhz komediyazda olur. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Həmişə olduğu kimi biz bugün ulduz qonaqlarımız var, gözəl qonaqlarımız var. Bir-birinizi alqışlaya da bilərsiniz, tamaşaçılar. Həmişə bu mənim üçün belə bir fəxirdir. Deyirlər ki, nəsə çatmayanda deyirsən ki, məndə bu var. Olur da belə şeylər. Məndə bu çatmır, amma bu var. Ən azından komedi azın zalda əyləşən gözəl qonaqları kimi efirdə heç yerdə görə bilməzsiniz. Dəqiqdir bu. Ona görə bir alqış istəyərdim. Deməli, bugün bizim qonağımız, demək olar ki, dəfələrlə komedi azın qonağı, demək olar ki, bizim sevimlimiz, demək olar ki, deyəndə biraz pis çıxır. Demək olar ki, siz Arzu Rızayev, alqışlarınızla. Arzu mənim, belə bir gözəl bir şey var ki, hansın ki, siz ömrü boyu tanışsınız bundan. Bunun adı mikrofondur və biz onun vasitəsilə bir-birimizlə əlaqə qura bilərik. Necəsiz Arzu mənim? Çox sağ olun, böyük məmnuniyyətlə. Mən də tüm tamaşaçılarımıza, bizi seyr edən tamaşaçıları salamlayıram və sizə hər zamanki kimi, yəni o dediyin kimi neçə dəfələr mən olmuşam, hər zaman da sizə necə uğurlar arzu eləmişəm, yenə də sizə uğurlar, yeni zirvələr arzu edirəm. Təşəkkür ederim. Doğrusan. Arzu mənim, bir də mahnı var. Mən həmişə sadəcə olaraq, doğrudan da bu tək bizdə deyil, bütün dünyada belədir də. Arzu mənim, hər bir musiqiçinin, müğənninin bir dənə mahnısı olur ki, o mahnı deyəndə o musiqiçi yada düşür, o musiqiçinin deyəndə həmin o mahnı yada düşür. Bir sözdən vizitka. Vizitka. KVN-də da var, yumorda da var, yəni padaça deyirlər KVN-də. Arzu mənim, o mahnıda bir daha belə bir bənd deyim, oxuya bilərdiniz ki, hamı o momenti yada salsın, vacibdir bizim üçün. Birinci bənd Mən mahnı. bildim hansı mahnıdır. Azərbaycan Canım sənə qurban. Onu, yavrusunu. Yox, canım sən, odur da, valla. Zövqdir o. Onda gəl biraz da kömək elə də mənə, bir yerdə orada xor yeri də var. Mən niyə kömək eləməliyəm, bir sağa sola baxın, orada nə, kömək eləyənlər elə buradadır da. Yəni, mən istəyirəm, əsas sən kömək eləyəsən. Ümumiyyətlə, mən Azərbaycanda nə radioda görməmişəm ki, bu Şaron qrupu olmasın. Nə də ki, 100% Lüboy müğənninin fonunda Şarondur da. Yəni, siz oxuyursunuz da, əslində hamı üçün, yox? Bəli, bəli, Allah saxlasın. Bilirdiniz siz bunu? Doğrudan da. Kim ki deyir ki, mən bu notu götərə bilməm, Ülvi Qadan alın, bir dənə uşaqları çağırın, orada bir dənə fon yaradın, daroşka yazaq ki, o üstündən mən görsənməsin də, o başa. Bu da Şaron qrupudur, alqışlarınızla. Onda gəlir Şaron qrupu ilə bir yerdə oxuyaq. Davayçı. Canım sənə qurban, bu gecə ol mənə neyman. Hey! Canım yanır, can olmuşam hüsnə heyran. Təsəvvür edin, belə bir hadisə ola bilərdi. 6 nəfər adam yığışıb, 6'sının da adı Mehmandır. Başlayırlar ki, Mehman. Adam istəyir soruşsun ki, bu mehmanxananın yiyəsi var. Ola bilər də, belə az. Arzu Rızayeva böyük hörmətiniz var. Arzu müəllim, bir dənə bir söz soruşacağım, kulmin sonunda. Buyur Aziz. Sizcə Azərbaycan teleməkanında, Azərbaycan yumor aləmində ən müasir standartlara cavab verən veriş hansıdır? Yəni gənclərdən ibarət ən müasir yumor stand-up'ı var, duetləri var. Uzatmayaq da Arzu mənim, mən mehmanxana... Əlbəttə ki, komedi az da, başqa cür ola bilər kimi ya. Nədir? Komedi az. Super. Alqışlarınız komediyaza Arzu Rızayeva. Növbəti qonağımız alçalmışıq, bilirik kimin haqqında danışırıq. Ümumiyyətlə bu qrup, çox qruplar olub da bizdə. Nə bilim, hamısının da öz yeri var, hamısının. Amma doğrudan da bizdə ilk dəfə belə hansısa dünya səviyyəsində oxşayan da, yəni ki, bilirsən ki, bu səslər bölünür, bu territsiyalar, hər şey var da burada, qulaq asmaq olur da ən azından. Məncə, bu Şaron qrupudur. Şaron qrupundan sonra biz bildik ki, Azərbaycan xalq mahnılarını, qədim mahnılarını gətirib bizə yadımıza salan Şaron qrupu idi. Əlimi bıçaq kəsibdi, nə bilim, itirirlərsə. Sonra hamısını siz eləmişsiniz də. Səhv deyirəm mən də oradan. Yox, mən sizin fanatınızam. Mən promoy deyə bilmirəm onu. Şaron qrupu. Bir daha alqışlarını. Keçən verişimizdə soruşurdum, nəyə görə
belə, yəni ki, əvvəl hər yerdə var idi Şıran qrupu da, doğrudan da belə idi. Niyə belə passivləşmişsiniz? Yəni, qutardı bizim mahnılar hamısı da, oxuduq da, bu dəstə bıçağı nətər oxuyum. Remixdə oxuduq, texno, house, hamısı qarışıb. Yəni əvvəl hər yerdə görünürdü veriliş barədə, yoxsa Yox, ümumiyyətlə baxın. seçim eləyirik sadəcə. Ona görə seçib gəlmişik. Çox sağ ol. Komicaz. Çox sağ ol. Təşəkkür edirəm. Yaxşıdır. Yəni ki, ən azından demədim ki, sizcə hansı zad? Yox, məncə siz komediyada sözün açığı birinci dəfə görürsünüz də, yəni təmiz danışın. Yox, görürük, görməyinə əslində çox görmüşük. Burada birinci dəfə. Yox, yəni siz də bizim fanatımızsınız. İnşallah gələcəkdə ola bilər ki, çevrilək falan. Gələcəkdə bizim fanatımıza çevirə bilər. Yəni, cəmi 3 yerimiz var, brat. Hələ biz 3 nəfərsiz də. Gəl burada qol çəkək, bağlayaq bu söhbəti. Bundan sonra bizə fanat lazım deyil. Bəsdir də, bu nə qədər olar ala. Hara gelirsən biz sizin fanatınızdan. Çölə çıxa bilmirik biz. Şıran qrupu təzə neyniyə bilərsiniz? Belə bax, doğrudan da biz inanırıq da. Belə momentlər var, televizora baxırsan, hansısa bir kinoya baxırsan, görürsən ki, onu düz oynamaya, sən inanmıram, demirsən pis oynayır, inanmıram. Amma mən şəxsən özümdən deyirəm, Şıran qrupunun o məsəl üçün var idi ya, ona inanıram, əlimi bıçaq kəsibdin, inanıram, bilirəm ki, səslər bir adamın deyil də ən azından, onu, yəni, nə deyirlər, o zvuka rejissor oxumur da sizin yerinizə. Bir dənə nəsə ekskluzivni komediyaz üçün, komediyazın qarşısında bir dənə yaratmaq zat, belə bir şey, nətər söhbətdir. Ay qız kimin qızısan, almadan qırmızısan, anam səni bəyənmiş, bəxtimin ulduzusan. Şıran qrupu ilk dəfə komediyaz səhnəsində. Əziz arkadaşlar, indi isə keçək əsas məsələyə. Bilmirəm indi hansı dərəcədə bu dəqiqə sizin üçün bizim improvizasiyalar və bizim səhnəciliyə xoşumuz gələcək, amma ən azından mən sizdən energiya istəyərdim. Əziz tamaşaçılar, indi isə komediyazda ən demək olar ki, qəmgin moment gəldi çatdı. Səhnəyə Anar Xəlilovu, Emin Qaliyevi dəvət edirəm. Əziz tamaşaçılar, heç də kədərlənməyin. Bu cəmi 2 dəqiqə və 3 dəqiqə olacaq. Biz hər dəfə demək olar ki, dalğamızı dəyişdiririk, amma yəqin ki, sponsoru güclü olduğundan hər dəfə Ucqar FM-də 188,8 dalğasında yenə də bizim qonağımız dahi sənətkar deməzdim, böyük sənətkar deməzdim. Sadəcə olaraq, yəqin ki, siz bilirsiniz ki, mən deyərdim hətta dəniz səviyyəsindən 11.048 metr dəniz səviyyəsi aşağı olan qonağımız var bugün. Düstur Tarazlıdır. Axşamınız xeyir, Düstur Tarazlı və Axşamınız xeyir. Mən sizə bir xatırladım ki, sizdən çox mənim ən yazığım gələn insan sizin piyanistinizdir. Yəni, hər bir insan buna dözə bilməzdi, amma o gördüyünüz kimi artıq ikinci verişdir ki, sizi dözür. Əziz dinləyicilər, Düstur Tarazlı gözəl musiqi ilə sizi bu dəqiqə şənləndirəcək, məni isə kədərləndirəcək, bəlkə də sizi də kədərləndirəcək. Qulaq asırıq, eşidirik, dinləyirik. Ucqar FM dalğasında. Qonşumuz işləyir məktub paylayan, hələ də heç kimə vurmayıb ziyan. Hərdən xəstələnir, beli ağrıyır, ağrıya baxmayır, yenə paylayır. Yenə paylayır, yenə paylayır, yenə paylayır, yenə paylayır. Ağrıya elə bil ki, baxmır, yenə paylayır. Belə. Əziz tamaşaçılar, əgər radioda görmək olsaydı, biz bizim ekranın altında no comment yazardıq və növbəti musiqisini ərmağan eləsəydi, dırnaq içərisində feyziyab ola bilərdik. Buyurun, növbəti mahnınız.
Sərxoş halda qonşum su daşıyırdı. Ağzına nə gəldi sayaqlayırdı. Ayağı ilişdi, diz üstə çöktü. Vedrəni aşırdıb üstünə tökdü. Üstünə tökdü. Üstünə tökdü. Üstünə tökdü. Üstünə tökdü. Elə bir ki, ayağı ilişdi, üstünə tökdü. Su daşıyan zaman əziz dinləyicilər biraz asta olun. Hər zaman suyu üstünüzə tökə bilərsiniz. Yəni ki, mən belə fikirləşirəm ki, Düstur müəllim, siz sosial musiqilər yazırsınız. Yəni ki, gündəlik insanlara kömək ola bilər sizin məsləhətləriniz ən azından. Sosial. Yəni, yaxşı ki, rus dilində bizim verişi göstərmirlər. Ona görə də davam edirik. Davam edirik. Gözləyirəm ki, nə vaxt musiqi qutaracaq. Müəllimə məktəbdə izah edirdi. Diqqətlə oxuyun, dərsi deyirdi. Heyvanat aləmi çox məzəlidir. Sürünən deyil bu məməlidir. Bu məməlidir. Bu məməlidir. Bu məməlidir. Bu məməlidir. Yəni heyvanlar iki cür olur. Sürünənlər də məməlilər. Əsas səhv salmayasan. Hə. Əsas biologiyanı oxuyun. Davam edirik. Məhəllədə bir qıza kitab vermişəm. Sonradan bildim ki, səhv eləmişəm. Kitabı qaytar, hər gün deyirəm. Deyir qoy oxuyum, sabah verərəm. Sabah verərəm. Sabah verərəm. Sabah verərəm. Sabah verərəm. Deyir ki, qoy bu gün oxuyum. Sabah verərəm. Yəni, mən belə fikirləşirəm ki, bir 15 il bundan əvvəl kitabı gecikdirənə məntiqcə hardasa düz gəlir elə bil ki, bu manı. Ona görə də ki, çalışın kimdən nəsə alanda gecikdirməyin əziz dinləyicilər. Ən azından daveriyanı itirə bilərsiniz. Növbəti musiqimiz var, yoxsa sonuncu olmalıdır yəqin ki sizdə. Allahımıza çox şükür. Buyurun. Almışam dükanda kitay qələmi. Yonuram yazmıyır, cırır dəftəri. Hamısı qırıldı, qalıb sonuncu. Yonmaqdan qələmin yeyildi ucu. Yeyildi ucu, yeyildi ucu, yeyildi ucu, yeyildi ucu. Elə ki, bir dənə qalmışdı. Yondum, ucu yeyildi. Bununla da Düstur Tarazı gedir və bununla verişimizin sonu. Sağ olun. Qarşınızda Anar Xəlilov, Emin Qaliyev axırı ki özünü həyatda tapdı. Mürsəl Mahmudov. Xüsusi olaraq kamicaz üçün. Əziz tamaşaçılar, bu nə qədər də inandırıcı olmasa, onlar qlamur sözünün mənasını bilirlər. Alqışlarınızla qlamurni Çuşki, Əlixan Rəcəbov və Ruslan Sultanoğlu kamicaz səhnəsində. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Və qarşınızda duet Qlamur Çuşki təbii ki. Belki biz başlayırıq, 2 dənə stul gətirək sonra başlayaq. Çox heyecanlıyam. Psixoloq otağında hadisə. Salam. Salam. Oturmaq olar. Stolda hə olar. Siz psixoloqsuz da? Deyəsən. Hə, onda düz görmüşəm, psixoloq. Psixoloqam, hə. Nə olsa heç kim kömək eləyə bilməyəcək, ancaq psixoloq. Nə? Oturmaq olar. Stolda dedim olar da Hə. olar. Otur. Stuldur, hə. Stol. Ha.
Problemin nədir? Adın nədir sən var? Alxan. Nə? Alxan. Hə, Alxan. 25 yaşım var, özüm də oğlanam. Yox ha. Alxan, Ha. danış da biraz özündən görüm axı sən nə problem var, nəyin var? Mənim telefonum var. Mənim bahalı maşınım var. Yox. Mənim villalarım var. Mənim çoxlu evlərim var. Aha. Amma mənim problemim var. Və problemin var sənin bu boyda şeyin içində. Mən Üzeyir Mehdizadəyə qulaq asıram. Allah sənin köməyin olsun. Allah sənin köməyin olsun. Çox pis şeydir bu. Amma narahat olmayın. Sizi bu belə deyim auradan biz Çox sağ olun. çıxardacağıq. Siz çox qəşəng psixoloqsuz. Bax, bu xəstəlik səni nə vaxt tutdu? Necə tutdu? Çox qeyri-adi bir situasiya oldu. Nə oldu? Gecə vaxtı maşınıma oturdular. Aha. 3 dənə naməlum şəxs. Aha. Apardılar mənə Sumqayıta. Sumqayıtda. Orada diskoteka var idi. Adını çəkmək istəmirəm. Sumqayıtda diskoteka var. Apardılar diskotekaya. Aha. Orada elə bil girdi içəri padval idi. O Black Eyed Peas. Nə? Pampet, Navle, Pampet, Navle. Black Eyed Peas. Zera Pump It. Pastoria. Black Eyed Peas. Pump It. Onların mahnıları gedirdi. Yaxşı, Allah. Sonra 2 nəfər mənə naməlum şəxs yaxınlaşdı. Çəkdilər qolumdan dedilər bir dənə gedək ayaq yoluna bir dənə söhbət var. Ha, yaxşı, cəmaət baxır ayıbdır ayaq olma. Saldılar mənə ayaq yoluna. Qaqaş orada 60 kilo olan çıxartdı telefonu. Dedi ki, Üzeyirə qulaq asaq. Aha, Alxan. Davam elə. Yandırdı telefonda Üzeyrin mahnısını. Yuxu kimi yadımda diye. Yandırdı. Başladı bir hamıyı ötürməyə. Hamı deyəsin. Ha, Üzeyri mahnısını ötürdü hamıya bir. Birinci dəfə mənə tutmadı. Tutma. Aha, sonra nə oldu Alxan? Sonra Necə oldu ki səni tutdu? Elə bil yuxu kimi idi təzdən. Apardılar, basdılar, qara cep idi. Aha. Vnedarojnok. Saldılar onun içinə. Bir də qara belə kök oğlan çöndü dedi. Eşidirsən nə? Dedim ha. Deyir Nə dedin Əlixan? ha. Ha. Deyirəm ki, deyirəm ha. Deyir Üzeyrin təzə mahnısı var, svejidir. Qulaq atsa. Nə? Bax, o da dagonka kimi oldu da elə bil də. Hə, başa düşdüm, başa düşdüm. Və ondan sonra səni tutdu. Ondan sonra mən özüm başladım onları axtarmağa ki. Ha. Sən belə başa düşdüm, bulutusla göndərirdilər də onlar sənə. Başqa kasetlərin göndərirdilər sənə. Bel tozla. Yaxşı. Qulaq as, bu çox ağır xəstəlikdir. Adı da Üzeyir Mehdizadosdur bu xəstəliyin adı. Allah aman. Nə? Çox. Yaxşı. Narahat olma Alxan. Biz sən bu xəstəlikdən qurtaracağıq. Yaxşı, Müxtəlif sağ ol. assosiasiyalar var. Hansı ki indi mən elə bil ki onu deyəcəm sözü. Sən ona uyğun sözlər deyəcəksən və belə biz səni bu Üzeyir Mehdizados xəstəliyindən qurtaracağıq. Like. O nədir ki? Like. Hə, yaxşı. Bax söz deyəcəm ona uyğun sözlər deyir. Deyin. Pomidor. Xiyar. Nə deyirsən? Yo, pomidorla xiyar olur demişəm. Yaxşı. Qaynana. İfritə. O sizin şəxsi ailəvi problemimizdir. Bax, ailəvi demişkən, bax, sual verim. Ailən var sənin? Hə, var. Ailəniz var, lab yaxşı. Ümumiyyətlə, onlarla çıxıb şəhərə gəzib eləyirsən, Hə, mən diqqət yetirirsən də olur. Uşaqların var sənin? 2 dənə oğlum var. 2 dənə oğlum, maşallah, Allah saxlasın. Adları nədir, oğullarımın adını nə qoymuşsun? Üzeyir Mehdi. Xəstəliyə tutulandan sonra uşaqlar olub, yəqin ki? Yox, dəyişdirmişəm. Hə, sonradan dəyişdirir. Yaxşı. Davam edirik assosiasiyamızı, amma biraz qəliz sözlərlə. Bax, deyirəm, davam elə. Deyin. Ev. Ev. Səhər tezdən. Səhər tezdən. Qonşu. Drel. Baş ağrısı. Baş ağrısı. Qonşu ilə söhbət. Qonşu ilə söhbət. Bıçaqlaşma. Türmə. Doля Varovskaya. Doля. Oxumamansın. Всё, sakitləş. Aparır. Aparır.
Bir də deyirəm, bax, ev. Ev. Qonşunun uşağı. Qonşunun uşağı. Mənim oğlum. Sənin Qonşunun oğlu futbol top istəyir. Top istəyir. Futbol. Futbol. Tofiq Bəhramov adına stadionda. Tofiq Bəhramov adına. Üzeyir Mehtizadənin konsertləri 19 oktyabr, 18 oktyabr, 17 oktyabr. Yalnız bizlərdə 15 manata biletlər. Bir də. Bax, Aha. soruşuram səndən. Dəmir. Hə. Все bildim. Deməli, küçə, pləkan, skameyka, turnik, çəkinmək, çəkinmək yarın, mənə gəl, Alxan. Ay Alxan. Deyil. Bax, ən çətin, belə deyə, assosiasiyanı eləyəcəksə ilə musiqi terapiyası ilə. əla. Mən indi sizə mahnı verəcəm, ancaq o mahnıya qulaq asıb, o haqda düşünürsən. Yaxşı? Qulaq as, nauşnikdə qulaq var. Təki sən xoşbəxt olasan. Saxla, bu səhv mahnıdır. Üzeyir Mehdizadə özü vermişdi mənə bunu. Bax, bir dənə buna qulaq as, qurban sizə. Bağışda qurban sizə, kayfıfı sındırdım, telli borsalı ilə, bağışda qurban sizə. Leyli borsalı. Hə, telli borsalı. Hə, telli. Kayıfları qarışdırmaq olmaz. Bax, Alxan, sənə sürprizim var. Məndə Üzeyir Mehdizadənin konsertində 2 dənə bilet var. Hardadır? Əlindədir. Bir də olmadı. Yo. Bir də nə olar? Xahiş edirəm, bir də. Əlifən yox. Dedim, xahiş edirəm, nə olar, bir də olmadı. Yo. Onlardan nə olar? Xahişdə bax, qışqırdım üstündə eləmədim. Yox, Alxan. Nə olar, bir də olmadı. Yo, vermə. 5000 dollar. 5000. Yo, nə 5000 ha, 5000 dollar. Yo, vermirəm. Evimin kupçası. Yo. Miami'dəki adalarım. Yo. Artır. 50.000. 50.000 dollar. 2 dənə Üzeyrin biletinə. Bir də nə olar? Allah. Maya Pirelis. Alo. Üzeyir qadanım, 50.000-ə Tofiq Bəhramovda 2 nəfər üçün konsert verə bilərsən? Yaxşı, ol, davay, gəl. Əlixan Rəcəbov. Ruslan Sultanoğlu. Eksklüziv olaraq Kamicaz üçün. Duet mini komedi A səhnəsində əziz tamaşaçılar. Axşamınız bir də xeyir olsun, qarşınızda duet mini bu dəfə. Və gəlin belə bir Əlixanı köməyə çağıracam, zəhmət olmasa. Gəlin belə bir situasiya təsəvvür eləyək. Qonşuyuq və mənim qızıma elçi düşüb də belə bir şey. Gülbəli bir şey. Mananay. Can! Nətərsən Alxan? Ha can Alxan, ha. Nədir var, nəyə gəlmişsən? Alxan, duz istəyirsən qalan? Yo. Duz, ben nə istəyirsən? Şu maşını itəliyim. Yo. Nədir, maşınımız xotlamır Alxan? Yo. Ay Alxan, nə kömək eləyim sən? Acımsan, dürmək düzəldim verirsən. Yo. Ha, ben nə istəyirsən? De də, tappa xoşlayıram. De də, Faziləmi, bir də. Haca, Faziləmi sənə qurban olsun. De görüm, nə istəyirsən? Günel. Günel bilirəm, mənim qızımdır, balacı qızımdır. Gəh qızımdır, bircə dənə olan qalan qızım Güneldir. Güneldən başqa kimin? Var ki, mənim sən gəlib bu evdə kimisə də soruşasan. Mən Günellə elə Günellə bilirəm, uşaqlıqdan dostsuz, bilirəm, tanıyıram, həmişə məhəllədə bir yerdə qum oynayırsınız, uşaqlıqdan çox yaxın dost olmuşsunuz Günellə. Ha, Güneldə bilirəm, hə. Mən İstəyirsən, bilirəm, çox istəyirsən Güneldə sənə çox istəyir. Günel həmişə mənə deyir ki, papa, Alxan yaxşı uşaqdır. Bilirəm, çox istəyirsən onu. Yəni mən onu istəyirəm. Bilirəm, o da səni istəyir, inan ki, o da səni çox istəyir, həddini Mən onu istəyir, bir sevirəm. Hə, nə istəyirsən, bir qardaş kimi istəyirsən, ki, bacı kimi ürəyin yanır, ona çox istəyirsən. Yox, qardaş kimi yox. Bənə, hə, bacı kimi baxsan, qadan mən hətər qardaş gözü ilə baxsan, oğlan gözü ilə baxsan, bığına bax onu, sənə görə bığ saxlayır. Bənə qadan, nə tər istəyirsən? Mən sevirəm də elə bir Güneli. O da səni sevir, bir qardaş kimi səni sevir. Yox, qardaş kimi yox da alacam onu. Mandarin zadda alasan onu qana. Yox, mən Güneli sevirəm, mən oğlan, o qız, alacam onu. Uşaqlarımız olar. Alxan, sən Güneli alasan, mənim bircə dənə qızım var. Mən biraz özümü alçaq hiss eləyirəm. Bircə saniyə gəlim, yaxşı? Faziləmi? Hacı. Hara girirsiniz? Gəlim qadın. Dedim axı özümü alçaq hiss eləyirəm. Gəlim.
bacım. Dümsün! Sen kimsən, sən mənim qızımı istəyirsən? Sən güzgüdə özünə baxırsan, sən kimsən, hə? Çürümüş badımcana oxşuyursan, hə sən? Kim olub sən, hə? Sən mənim qızıma heç düşürsən? 28 ildir stül bığını belə qoymamışam, əl vursun. Onu verəm sənə. Sən bir özünə güzgüdə baxırsan, maya mən kimin qızına elçi gedirəm. Sabah desinlər, taburetka Fazilin qızını gör, hamısı sümsü alır. Sən hansı gününə? Hansı gününə? 28 ildir mən o qıza stafqa eləyirəm, qadanam sənin. Mayasını toydan çıxardacam mən. Sən hansı gününə? Nağa eləsən, mən qızıma. Hansı günü bağlasın, mən qızımı nağa eləsən, bir gün sabah dedim, cəhənnəmə al apar. Qızımı aldın apardın, zaksa parmağına nə taxasan? Qızılımı taxasan, gümüşmü taxasan, brilyantımı taxasan. Sənin pikin xamutdur da, xamut taxasan ora. Mənim qızım dəfələrlə, bir dəfə olsa yandırmaz mən. Dəfələrlə Miss Yevlaxada alıb, gül kimi qız da, onun neyini sən verim, sən nə gündəsən, mən qızımı bilsən kimlər istəyib. Əli yalın gədələr var kənddə, o ağacı kötüyü ilə bir yerdən çıxardılar, baltaya ehtiyacı yoxdur. O baltanı sağa verirsən, balta qarışıq batarsan yerə. Sən neyinə, mən qız verim, sümsükkə də sümsük. Sən kimsən, sən mənim qızıma düşübsən, sən mənə nəyə yandırsan? Bir sabah evləndin cəhənnəmə, dedim Allah, ehti bilin olsun, götür apar. Balayına gedəsən, hara aparassan qızıma? Miami. Nə Miami, o tərtərin çıxandakı Miami kafesini deyirsən. Orada mən gündə qutaq yeyirəm, ora qızıma aparassan sən mənim, hara aparassan, hara aparassan, sən məni yandırırsan axı. Yaxşı, cəhənnəmə də, deyə, görüm qızımı nə ilə dolandırsın, harada işləyirsən? Harada işləyirsən? De, görüm benim qızımı kimə verirəm, de. Neft, nə? Neft şirkətində. Neft şirkətində mən də fəhlə geymişdim də 300 manat, 300 manatla bunun nəyin alasın? Mən bunun üstünə bilsən nə pullar yatışdırmışam. Bircə dəfə ağzını açdı ki, ay papa, plastik əməliyyat istəyirəm burnuma, ağzını tutdum, qoymadım dalşı dansın ki, sus qızım, demirsən mənim üçün qanundur, bircə dənə aman zaman qızım var, onu da istədiyini eləməyim, apardım plastik əməliyyat elətdirdim, burnunu yekəltdim. Nə pis də, Neft şirkətində nə işləyirsən, Baş mühasib, buğalter. Papa. Ay papa. Nə işləyirsən? Baş mühasib, buğalter. Papa. Səy qızı səy. Gül kimi uşaqdır bunun nəyini, bəyənmirsən? Ay papa. Sakit olan nə papa basmalı salmışsan? Nədən özün nə gündəsən, qaşlarına bax düşmən çəpərinə oxşayır. Bığına bax məndən çoxdur. Hansı günlə danışdın? Papa. Zəhriman papa, mən bezmişəm səni diskotekalardan mini yurtlarla basıb çıxartma. Sakit olas. Diskotekada gel. Sənin içdiyin araq butulkalarını yıxsam, tova özümə Bentley alaram. Papa. Nədir, nədir? Mən də Alxanı sevirəm. Alxan sevirsən? Faziləmi, Bir dəqiqə. mən açığı Faziləmi... Biraz alçaqlaşım mən qana. Mən söz demək istəyirdim, Faziləmi. Bir dəqiqə, söz demə. Qapını Bağlayıram, çıxırsan çölə. Təzdən gəlirsən, fikrin nədir? Mən konkret deyirsən ki, Fazil dayı buna görə gəlmişəm. Konkret sözünü deyirsən, mən də deyirəm, çıxıb gəlirsən. Yaxşı, qapını bağlayıram, uzatma, yaxşı, uzatma. Fazil əmizat sözü eşitmə. Zırındındındırındınzın. Can qadan alım, hay can, xoş gəlmişsən. Gəl görüm Alxan, gəl görüm Alxan, hay can, Mən... hay can, nə, konkret da uzatma, konkret. Güneli... Almaq istəyirsən evə aparma. Allah xoşbaxt eləsin qadamı, qızım, oğlum, Allah sizi xoşbaxt. Mən sən qız verimi kimə verəcəm? Gözlə gör, hələ sənə verəcəm. Sən bir dənə sakit dur qadam. Aman zaman qızımdan üstün olmayan tova deyirəm. Bircə dənə qızım ondan üstün. Babamın babasından babama keçib, babamdan atama keçib, atamdan da mənə keçib. Yəni bu bizim nəslimizdə var. Yəni bu şeydə indi bilərsən nədir? Mən onu sağ yadigar verirəm. Nəslimdə ondan bahalı şey yox. Davret qansı. Yox, xəcalət çəkisi valla. Gəl bura. Alxan çıx bu üstüne. Yox. Alxan çıx bu üstüne. Ayıf deyib. Bir kəlmə oradan, mən həyatım boyu oğlum olmayıb. Mənim bundan sonra oğlum sənsən. Bax, tova deyirəm, xətrimə deyir. Çıxırsan onun üstünə mən ata deyirsən, mən də sən hacan deyirəm. Çıx qadam. Həyəcanlıyam. Həyəcanlama qadam, çıx. Orada şey var. Sən mənə bu qızı vermək istəyirsən, hə? Fitnə fasonuna bax bunu. Alxan, dur. İşləyir ya, Allaha qıbıl.
Gör, papan sana nə verir, papa deyirəm ağız ol. Əladır. Gəl ağadan, gəl. Çox sağ ol. Gəl. Qızım, oğlum, Allah sizi xoşbəxt eləsin. Oo. Xeyir işlər, işlər. Teşekkürler. Karşınızda Trio Mini. Elixan, Günel ve Ruslan. Ruslan. Eksklüziv olarak Komediyaz üçün. sağ olun. Əziz tamaşaçılar, alqışlarınızla səhnəyə dünyada analığı olmayan Azərbaycanın ən gəncəli istedadçısı Səvoy Bayramov komediyası səhnəsinə dəvət edir. Hamınızı salamlayıram, bir daha ulduzlarımızı da salamlayıram. Mən bir mahnı oxuyum, mənə qiymət verin də. Misal üçün. Üzüyümü qaşı. Təsəvvür edirsən, üzüyümü qaşı. Kimsə çıxarıb üzüyümü qaşıyır da, təsəvvür edirsiniz. Yox, söhbət bununla deyil. Oxudu, görürsən də. Misal üçün. Небо под землей, цветными красками, я иду с тобой, поход за сказками. Arzu müəllim, məndən xalq artisti ola bir ez işləsəm üzərimdə. Всё. Arzu Zayev bugün ilk yalanını danışdı. Bir alqışlayaq Arzu müəllimi. Və mən bugün ümumiyyətlə yalanlardan danışacağam. Təbii ki, Arzu müəllim o zarafatla dedi. Məndən xalq artisti, nəinki xalq artisti, əməkdar artisti olan deyil, heç özüm də istəmirəm. Hə, yalanlardan danışacağam. Mən bunları böldüm kateqoriyalara. İlk olaraq valideyn yalanları. Hamıya uşaq vaxtı deyiblər ki, səni leylək gətirib. Kimi leylək gətirib, əlini qaldırsın. Ruslana leylək gətirib, bu heç. Səni kələmdən tapıblar. Mən oğlan tanıyıram ki, kələmə ana deyib öpənlər var. Dizini atır, anam mənim. Diziniz. Bu hamısı valideynlərin səni leylək gətirib. Mən başa düşürəm. Nəzərə alsaq ki, leylək 1 kilo 400 qramdır və ən az çəkili uşaq 2 kilo nə qədərdirsə, bu leylək aşağısı kulturist olmalıdır. Razısınız da? İkinci yalan. İkimizə leylək gətirib. İkinci yalan. İnstituta gir, sən ölsən maşını alacam. Arxa sıralardan bilsiniz ya poddeşka gəldi, çünki olub o söhbətlər. 4-cü kurs bitir və sən metro ilə basa-basa. Qardaş, nə olub? Atam alacaq da, nə olub ala? Sən ailə qurursan. Atana yaxınlaşsan ki, ata, mən institutu qutarmışam, mən evlənmişəm. Sənin oğlun olsun, sən maşını alacam. Get də, belə şey yoxdur. Uşağın yalan danışmağı var. Super yalan. Uşağın yox, padrostikın. Yəni, yeniyetmənin. Təsəvvürlə Seyvan çağırmışsan evə. Oturmuşsunuz, qəşək, nəyəsə baxırsınız, nəsə eləməksiniz, qap açılır. Ay, Allah ki, test eləyirdik. Atanın cavabı mükəmməldir. Test indi yox, 3 aydan sonra test eləyərsiniz, görərsiniz, nədir, nə deyil də. Bunu atqırağa, yenə padrostikın danışdığı yalan. Kənddə dərədən eşşəyi çıxardır. Nə orada? Allah ki, eşşəyi otarardım. Keçək növbəti yalanlara. Şablon yalanlar var. Gecikmisən. Dərsi oxumamışsan. Hamı eləyir bunu. Mənim Allah işıqlarımız yanmırdı. İşıqlar necə yanmırdı da? Bugün işıq problemi yoxdur. İkinci yalan. Metro dayanmışdı. Allah ki, tunellə piyada gəlirdim. Tunellə yox, deyən günellə piyada gəlirdim. Bu daha inandırıcı olardı da. Və ən şablon yalan və ən keçməyən yalan. Bileti çəkmirsən. Mənim Allah haqqı, bax, 35 biletin hamısını öyrənmişdim. Bir dənə bundan başqa bu da düşdü. Yaxşı da, eləmə də. Romantik yalanlar. Uydu. Ən ölüm yalan bu da. Qız gəlib pis gündə səhər yuxudan durub, qrim yaddan çıxıb və sən bu frazanı deyirsən. Sən bugün necə də gözəlsən.
İkinci eyni yalan. Mən səni ilk dəfə görəndə düşündüm ki, aha, nə düşündü? De də. Bax demirsən axı bunu. Tipa romantik bir şey demək istəyirəm. Əslində beyində nələr və nələr gedir. Ən şablon, ən keçməyən yalan. İnanırsınız bunu kimə xanımlardan desən deyər, get işinlə, get iş oyla, gücü oyla məşğul ol. Biz bir-birimizi qocalana qədər sevəcəyik, öləndə də bir gündə öləcəyik. Belə şey yoxdur, qardaş, eləməyin belə şey. Hansı xanım inanar buna? Öləndə də bir gündə, xanım, killir tutmuşsan, kimsə də bir gündə şeylə də, qardaş. Git işinlə məşğul ol. Dəlşi, özünü aldatmaq. Bu bizim ən çox kişilərə xas olan bir şey. Xanımlarda da var. Əmmin görü bu gündən sonra siqareti atıram. Niyə gülürsünüz? Çünki deyirsiniz və səhərsi günləri tində sən öyle eləyə bilmədim, hə. Eləməyin də. Mənim kimi, hələ məndə bir balacadır. Qarnı qaqaşların ən mükəmməl özünü aldatmaq. Yanvardan tırnajora gedirəm. Düz tapdım. Yanvar ayı o qədər dişallı, başıma dönüm sənə, miyə bax. Və alverçinin yalanları vəbşə mükəmməldir. Alverçi. Balamın canı, Afrikadan özüm dərmişəm bu bananı. Bir il sonra, balamın qəbrindən də olsun, Afrikadan özüm dərmişəm bu bananı. Dostayağı yalanlar, bu mükəmməl yalandır. Bu xanımlara da xas olandır, bəylərə də. Xanımlara xas olan yalan. Xanım, padruq, rəfiqəsi geyindiyi paltar həddindən artıq bərbad və iflic vəziyyətdədir. Sönür sayılı qəşəng, elə qəşəng yaraşır. Yavın yalandır. Ay qız, sönür arıqlamısan. Belə arıqlamaq olar, bunu tərəziyə qoysan, tərəzi... Yaxşı, davam edək. Oğlanların ən super yalan, çox xahiş eləm, əgər kimsə bu yalanla rastlaşıb, kimsə bu yalanı eləyibsə, prosta alqışlayın. Zəy vurursan, deyirsən ki, mənə 100 manat borc lazımdır. Sən öl, 2 dəqiqə bundan qaba zəng eləməsi, zəng eləsəydin, sən öl verərdin. Xanım niyə gülür bilmirəm, çünki xanıma da yəqin belə bir hadisə olur. 5000 pul götürürsən, gəlsən deyirsən, sən öl, nə var mənə. Deyərdin da, Burat, mən də 5000 bu dəqiqə bax, kassadan çıxardım. Deyirsən ki, ver 5-də 10 olsun. Qoy, Burat, sən öl, kod yaddan çıxıqdır, burada şeyin, seyfin kodu. Dönə-dönə, belə fırrana, üzr istəyirəm, bir dənə də yalan deyim. Geylərin yalanı. Hər şey oldu, nəsə oldu, qutardı. Heç kimə demə, kişi də ölüyor. Və mən sizə Mürsəlin yalanını danışım. Mürsəl, konsert qutardı. Sönül, bundan sonra gedir yeyib içməyə. Azərbaycanın ən gəncəli stand-upçısı Səvi Bayramov. Əziz tamaşaçılar, bu da son alternativ yumur. Aynəs TV'də komediyanıza baxırsınız. Bir ise gayri yeyib içməyə. Sağ olun.